الحمد لله رب العالمين. الصلاة والسلام على أشرف الأنبياء وسيد المرسلين نبينا محمد وعلى آله وصحبه أجمعين. رب اشرح لي صدري ويسر لي أمري واحلل عقدة من لساني يفقه قولي. أما بعد. السلام عليكم ورحمة الله وبركاته. Allah həmd olsun, möhtərəm qardaşlar. Allah subhanehu ve teala bizlərə böyük neymətlər verib. Bu neymətlərə hər zaman şükür etməliyik. Çünki bütün bizlərə verilən neymətlər hamısı şükürlə artır. Allah subhanehu ve teala sənə nə neymət veribsə, insan hamısına gərək şükür etsin. Baxmasın o neymət balacadır, böyükdür. Bütün neymətlərə şükür etməliyik. Necə ki, Rabbimiz Quran-ı Kerimdə buyurur ki, لَاِنْ شَكَرْتُمْ لَأَزِيدَنَّكُمْ وَلَاِنْ كَفَرْتُمْ اِنَّ عَذَابِي لَشَدِيدٌ. Əgər neymətimə şükür etsəniz, لَأَزِيدَنَّكُمْ artıraram. Bütün neymətlər belədir. Şükürlə artır. Əgər istəyirsənsə, halın daha da yaxşı olsun, sənə verilən neymətə şükür et. Əgər insanın halıdır ki, bəzən qarşı gəlməyi sevir. Allah subhanehu ve teala buyurur ki, وَلَاِنْ كَفَرْتُمْ اِنَّ عَذَابِي لَشَدِيدٌ. İnsan qarşı gələrsə, Allah subhanehu ve teala'nın əzabı çox şiddətlidir. Ona görə hər zaman bütün neymətlərə şükür etməliyik. Bir ayət-i kəriməni xatırlamaq istəyirəm. Elhamdülillah, gözəl günlərdir. Ramazan ayının başlanğıcıdır. Rəbbimizə həmd olsun ki, bizləri bu gözəl aya çatdırıb. Allah subhanehu ve teala bizlərə bu gözəl ayda gözəl ibadət etməyi, imanla, ixlasla ibadət etməyi müvəffəq etsin, nəsib etsin. Çünki əzəmətli bir aydayıq. Və hər zaman da şükür etməlidir ki, mümin bu aya çatıb. Və Hud surəsindən bir ayət-i kəriməni xatırlamaq istəyirəm, hansı ki, Allah Resulü sallallahu aleyhi ve sellem buyurur ki, Şəyyəbətni Hudun və əxavatu. Məni Hud və onun bacıları qocaqdı. Həqiqətən bütün ayətlər hər birisi təsirlidir. Düşünənlər üçün. Düşünən hər bir mömin üçün bütün ayət-i kərimələr təsirlidir. Çünki Quran-ı Kərimin qayəsi də odur ki, biz onu tədəbbür edək, düşünək. Çünki hər bir ayət-i kərimədə bizlər üçün böyük dərs var, ibrətlər var. Çünki Rəbbimizin kəlamıdır. Allah subhanehu ve teala buyurur ki, Kitabun enzəlnəhu mübarakun. Biz mübarək kitab nazil etdik. Hansı ayda? Ramazan ayında. Hansı ki biz bunu Rəbbimiz nəsib edib yaşayırıq. Bu ayda nazil olub Quran-ı Kerim. Və buyurur ki, biz mübarək kitab nazil etdik, Quran-ı Kerimi. Nə üçün? لِيَدَّبَّرُوا آيَاتِهِ. Onun ayətlərini tədəbbür edəsiniz deyə, düşünəsiniz deyə. Və bu ayda, möhtərəm qardaşlar, düşünmə ayıdır. Tədəbbür etmək ayıdır. Ayət-i kərimələrdən nəticə çıxartmaq ayıdır. Quran-ı Kerimi oxuduqca insan gərək ondan pay götürsün. Çünki Quran-ı Kerim imanımızın artması üçün böyük bir səbəbdir.
düşünərək oxuyarsaq, xüsusən də bu ay onun üçündür, Ramazan ayı. Bilirsiniz ki, sahabələr, tabiinlər, bütün bizdən öncəki xeyirli nəsillər Ramazan ayında Quran-ı Kərimi tədəbbür edərdilər. Onu düşünərdilər, ondan ibrət alardılar və nəfslərini Quran-ı Kərimlə islah edərdilər. Və hər bir mömin Quran-ı Kərimi Ramazanda oxuduğu vaxt mütləq oradan bir ayətdə olsa onun tərcüməsinə baxıb, onu düşünüb, tədəbbür etməlidir. O zaman ona o fayda verir. Onun imanına təsir edir. Necə ki, Ənfəl surəsində Rəbbimiz buyurur ki, İnnəməl mu'minunəl-ləzīnə İzə zükirəllahu vəcilət qulubuhum. Həqiqətən, müminlər o kəslərdir ki, Allahın adı gəldiyi zaman, Rəbbimizin adı çəkildiyi zaman, vəcilət qulubuhum. Onların qəlbləri titrəyər. Və sonra buyurur ki, Rəbbimiz və izə tuliyət aleyhim əyətuhu zədəthum imanə. Bu məqama gəlmək istəyirik. Və izə tuliyət aleyhim əyətuhu. Ayətləri, Allahın ayətləri oxunduğu zaman zədəthum imanə. Onların imanları artar. Ona görə, mühtərəm qardaşlar, Quran-ı Kərimi tədəbbür etmək lazım. Əgər imanımızın artmasını və nəfsimizin islah olmasını istəyiriksə, mütləq Quran-ı Kərimi düşünərək oxumalıyıq. Ki, o bizə fayda versin, qəlbimizi titrətsin, imanımızı artırsın. Və təfsir alimləri Uhud surəsində gələn bir ayət-i kərimə Allah Rəsulunu çox təsirləndirir. Fəstəqim kəmə umirt. Dost doğru ol, buyurulduğu kimi. Necə buyurulub, yəni Rəbbin necə buyurub, o şəkildə ol. Allah Resulü sallallahu aleyhi və səlləm bu ayət-i kərimə ona çox təsir edir. Necə ki buyuruldu, şəyyəbətni Hudun və əxavatuhu. Hud və onun bacıları, yəni surələr, onun ətrafında olan surələr məni qocaqdı, saçımı ağartdı. Yəni o qədər onun mənasından təsirlənərdilər Allah Rəsulü, sahabələri. Və qısa bir ayətdir, ancaq böyük bir mənası var, mühtərəm qardaşlar. Fəstəqim kəmə umirt. Əmr olunduğu kimi dost doğru ol. Yəni Rəbbinin hüdudlarını qoru və əhkamları, ibadətləri və dəvəti hamısını düzgün şəkildə. Və bu artıq məsuliyyətdir. Rəbbimiz buyurur ki, fəstəqim, düzgün ol hər bir şeydə. Hər bir şeydə, bütün əhkamlarda. Ona görə Quran-ı Kərim bizlərə təsir etməlidir. Bir mömin bu ayda Quran-ı Kərimdən ləzzət ala bilməzsə, heç bir ayda ondan bu qədər ləzzət ala bilməz. Çünki bu ay Quran-ı Kərim ayıdır, mühtərəm qardaşlar. Oruç tutduğumuz kimi eyni zamanda Quran-ı Kərim oxunması bu ayda ən müstəhəb olan, ən əfzəl olan
əməllərin başında gəlir. Necə ki, sahabələr, tabeinlər 3 günə bir xətim edərdilər Ramazan ayında. Bəziləri 1 həftəyə, bəziləri 10 günə. Çünki bu ayda nə qədər xətim edə bilsən, o qədər sənin üçün xeyirdir. Çünki Quran-ı Kərim bu ayda nazil olub. Onun üçün də bu ayda daha çox Quran-ı Kərim oxumalıyıq, daha çox düşünməliyik, daha çox ondan ləzzət almalıyıq. Çünki, möhtərəm qardaşlar, insan, mömin xatırlanmadıqca zəifləyir. Quran-ı Kərim ən böyük xatırlatmadır nəfsimizə. Ən çox insana xatırlatma verən Quran-ı Kərimdir. Rəbbimizin kəlamıdır. Ondan daha gözəl nə ola bilər? Hər şey orada var. Sahabələr bəzən bir ayət-i kəriməni saatlarla keçə bilməzdilər. Onu oxuyardılar təkrar-təkrar və ondan ləzzət alardılar. Onu tədəbbür edərdilər. Rəbbimizin bizə buyurduğu sözlərin mənasını dərk edərək onun yükündən çıxa bilməzdilər. Çünki Quran-ı Kərim çox əzəmətli bir kəlam. Rəbbimizin kəlamıdır. Necə ki, Həşr surəsində buyurulur ki, لَوْ أَنْزَلْنَا هَذَا الْقُرْآنَ عَلَى جَبَلٍ لَرَأَيْتَهُ خَاشِعًا مُتَصَدِّعًا مِنْ خَشْيَةِ اللّٰهِ. Əgər biz Quran-ı Kərimi dağlara nazil etsəydik, dağlar paramparça olardı. Ona görə Quran-ı Kərim insanın həyatı olmalıdır. Hər günü Quran-ı Kərimsiz keçməməlidir. Quran oxunmayan bir nəfs xarab evə bənzəyər, möhtərəm qardaşlar. Və onun ruhu ac qalar, qidalanmaz. Çünki ruhumuzun qidasıdır Quran-ı Kərim. Bəzən görürsən ki, illərdir hidayətə gəlib, insan ancaq hələ Quran-ı Kərimin hərflərini tanımır. Ona görə, möhtərəm qardaşlar, Quran-ı Kərimi hələ də öyrənməmişiksə, çalışaq onu öyrənək. Hələ də az oxuyuruqsa, daha da çox oxuyaq. Və düşünməyə başlamamışıqsa, düşünək, tədəbbür edək. Çünki Rəbbimiz bizlərə Quran-ı Kərimdə ayət-i kərimələri bizlərə xatırladır və bir neçə ayətdən bir bizlərə buyurur ki, Əfələ təqilun, əfələ tubsirun, əfələ təfəkkərun. Düşünməz misiniz? Dərk etməz misiniz? Yəni görməz misiniz? Yəni Allahın ayətlərini. Yəni oxuyub keçməyin. Çünki hər bir ayət, baxırsan bəzən bir səhifədə bir neçə yerdə Rəbbimiz bizlərə diqqətli olmağı, düşünməyi, dərk etməyi, tədəbbür etməyi tövsiyə edir. Allah Subhanahu wa Ta'ala hər birimizə bu gözəl neyməti nəsib etsin, müvəffəq etsin. Bu ayda nəfsimizi islah etməliyik Quran-ı Kərimə. Quran-ı Kərimi nəfsimizə sevdirməliyik. Əks halda ruhumuz ac qalar. Çünki istəyirsənsə xoşbəxt olasan, qəlbin mutmain olsun, rahat olsun, səadət içində olsun, mütləq Quran-ı Kərim oxumalısan. Ruhunu Quran-ı Kərimdən qidalandırmalısan.
Allah hər birimizə müvəffəq etsin və bu ayda nəfsimizi tərbiyələndirməyə və bundan sonra da insan həyatı boyu oxumalıdır Quran. Tək Ramazan ayına məxsus deyil. Sadəcə Ramazan ayında daha çox oxumalıyıq. Daha çox tədəbbür etməliyik. Daha çox vaxt ayırmalıyıq Quran-ı Kərimə. Hətta hədis əhli, fiqh əhli, yəni fiqh alimləri, hədis alimləri bütün kəlamları, kitabları kənara qoyardılar. Bütün vaxtlarını Quran-ı Kərimə sərf edərdilər. Çox oxuyardılar, çox düşünərdilər. Allah hər birimizə bu gözəl neyməti nəsib etsin, müvəffəq etsin. Allah hər birimizi eşitib faydalananlardan etsin. Və sallallahu və səlləm alə nəbiyyina və habibina Muhammed.